Salam, bu videoda listening, yəni dinləmə suallarını necə daha rahat, daha yaxşı yaza bilərsiniz, ondan danışacağıq. Vacib və qısa bəzi məqamları sizlər üçün qeyd edəcəm. Sabah buraxılış imtahanı var 9-cu siniflər üçün, həm də irəlidə buraxılış imtahanı verəcək abituriyentlər var. Onlara ümid edirəm ki, çox faydalı olar. Kanala abunə olmamısınızsa abunə olmağı unutmayın, çünki irəlidə yenə daha faydalı videolar gələcək, onları da izləməyi unutmuruq. Videonu sona qədər izləmək tövsiyə olunur. 10 dəqiqə, 5 dəqiqə artıq vaxtınızı ayırıb izləyin zəhmət olmasa. Çünki videonun sonunda bəlkə də çoxunuzun məlumatı olmadığı, kaş ki bilsəydim dediyi məlumatları sizdən paylaşmış olacaq. Hazırsınızsa başlayaq. Müəyyən qeydlər çıxartmışam ki, sizlər üçün faydalı olsun. İlk öncə qeyd edim ki, cavabı öncədən ehtimal etməyə çalışın. Bu əsasən 11-lərin imtahanında olur, amma 9-larda da indi göstərəcəm bəzi bir şeylər var ki, bəzən cavabı öncədən ehtimal etmək olur. Xüsusilə bu açıq suallarda olur, amma 9-larda açıq sual demək olar yoxdur. Yəni bu axırda true false var bir dənə. Açıq sual olmadığı üçün çox yoxdur. Amma yenə də mən sizə demiş olum. Məsəl üçün birinci suala baxaq. Mətn nə haqqındadır sualında? İlk cümləyə baxırıq ki, məşhur bir müğənni. Deməli, söhbət adamdan gedir. Müğənni isə insandır. 2-yə baxırıq, yəni B-yə lider, bu da insandır. C-də History of American Soldiers, Amerika əsgərlərinin tarixi, burada insan yoxdur. D-də insandan bəhs edir, yenə woman. Y-də isə deməli 1800-cü illərdə deməli to escape slavery, köləlikdən qaçmaq, necə qaçmaq lazım olduğunu deyir. Deməli, baxaq, 2 dənəsi istisna, qalan 3-ü insan oldu. Və digər suallara baxsanız görərsiniz ki, söhbət burada Trus adlı bir deməli qadından gedir. Baxın, burada da adı var. Burada da baxın, was born doğuldu deyir. Söhbət görünür ki, buradan bütün mətnə baxsaq, baxın her speech deyir. Adamdan gedir. Yəni təxmin eləmək olur ki, dinləmə listening gəlmədən bilmək olar ki, söhbət burada adamdan gedir. Ümumiyyətlə buna görə C-ni və Y-ni rahatlıqla ata bilərsiniz. Dediyim kimi, bu dinləmədən öncəki proqnozdur. Yəni cavabı öncədən ehtimal etməkdir. Təbii ki, dinləmə listening gəldiyi zaman mütləq dinləyəcəksiniz və cavabınıza daha da əmin olacaqsınız. Bu belə. İkincisi, olur ki, listeningdə dinləmədir. Hər sualı bilməyə bilərsiniz, hər sözü bilməyə bilərsiniz. Daha doğrusu, sözün mənasını bilməyə bilərsiniz. Çalışın ki, bir sözü, iki sözü bilməyəndə həyəcanlamağa çalışmayın, yəni olmasın. İndi bəlkə sizə videonu izləyirsiniz, rahat gəlir, amma imtahan stresi, həyəcanı olduğu zaman, yəni abituriyentlərin bəziləri həyəcanlanır. Bilin ki və inanın ki, bir dənə, iki dənə sözü bilməkdən və ya bilməməkdən bir şey dəyişməz. Sadəcə cümlənin ümumi məğzini tutmağa çalışın ki, bu da sizə kömək olacaq. Üçüncü olaraq qısa qeyd götürmək. Bəzən imtahanlarda şagirdlərdə görmüşdüm. Yəni qısa qeyd götürə bilirsiniz. Tutaq ki, ikinci sualda görürük ki, Trus adını dəyişdi, yəni 1843-cü ildə. Tutaq ki, il qarışdırma bir tipiniz varsa, məsələn bunu 1843 və yaxud da 100, baxın bu 1843-dən söhbət gedir. 100 deməli 1843 bu formada qeyd düşün ki, bu ili görəndə aşağıdakı cavabların birinə baxacaqsınız. Yəni daha doğrusu bu suala baxacaqsınız. Yəni 1843-ü eşitdiyiniz zaman. Yəni buna da diqqət edin, qeyd götürməyə çalışın. Əgər qeyd götürməklə aranız varsa. Daha sonra dördüncü olaraq cavabın birini qaçırdınızsa narahat olmayın. Əksər abituriyentlər nə edir? Tutaq ki, dinləməyə listening bunu silək. Başlayıblar. Cavabın birini eşitmədilərsə, görmədilərsə, artıq deyirlər ki, aha, bu dinləmə getdi, bacara bilmərəm. Yəni unutmayın ki, irəlidə daha 4 sual var. Yəni burada 4-cü sualda true false məsələsi var. Sadəcə bir sual yoxdur. Yəni bir cavabı qaçırmanız digərlərində səhv yazacağınız anlamına gəlməz. Tutaq ki, burada 1843-ü qaçırıb getdinizsə, yəni sadəcə ikinci sual getsin də, digər suallara mütləq baxın. Hətta ikinci dinləmə şansınız da var sizin. Çalışın ki, İkinci dəfə dinləyəndə həmin suala qayıdıb baxa bilərsiniz. Yəni, qısacası bir cavabı tapmadınızsa, həyəcanlanıb o biri suallarda gözdən çıxarmırıq. Beşinci olaraq və ən önəmlisindən biridir bu. Çünki abituriyentlər özləri demişdi bəzən, imtahan verənlərdən söhbət gedir. İmtahan başlayanda dinləmə, yəni listening suallarına öncə baxmağa çalışın. Niyə? Bir-iki yerdə olmuşdu təəssüf ki, bəzən dinləməni xəbər etmirlər və ya indi təbii ki, hər yerdə eyni başlamır, hər sinifdə. Bəzən siz ilk otağa düşə bilərsiniz, dinləmə sizdə tez başlaya bilər və
belə deyim, qabaqcadan xəbər etməmiş ola bilərlər. Bir də gördünüz ki, gəldilər, vaxt keçdi, listeninqi açdılar və dedilər ki, başlayırıq. Yəni bundan heç kəs sığortalanmayıbdı. Belə bir şey baş verə bilər ki, abituriyentlərin bəzilərinin başına gəlmişdi. Ona görə imtahan başlayanda, kitabsa gələndə imkan daxilində listening suallarına baxmağı önə saxlayın. Yəni birinci onlara baxın. Çünki bəzən baxdığınız zaman hazırda o zaman bilmədiyiniz sözü irəlidə imtahan ərzində dinləmə gələnə qədər yəqin ki, tapa biləcəksiniz. Yəni yadınıza düşəcək, belə deyək. 6-cı, bəzən listeningi eşitmədən belə cavabı tapmaq mümkün olur. Bu bəzi hallarda baş verir. Sınaqların birində olmuşdu. İmtahanda da belə şeylər mümkündür. Misal üçün elə birinci sualdan buna baxaq. Yəni dinləməni etmədən belə listeningi etməmisiniz. Ən azından digər paragraflara baxsanız, daha doğrusu suallara baxsanız, bilərsiniz ki, söhbət bir xanımdan gedir. Baxın, her name var. Daha sonra aşağıda bir dayan baxaq. Məsələn, 4-cü sualın 4-1-ində was born deyir, tutaq ki, adı bilmirsiniz, amma ikincisində she was deyir. Yəni bilirsiniz ki, artıq söhbət xanımdan gedir, qadından gedir. Yəni beləliklə dinləməni eşitmədən belə cavabı təqribən bilmək mümkündür. Əslində bu da D variantı çıxmışdı cavab olaraq. Yəni birinci sualda. Düzdür, bunu ilk dəfədən tapmaq çətindir, amma çünki nəticədə burada məşhur qadın da, müğənni də var, bilmirik kimi qadın mı, lider də var və s. Aha. Amma digər suallar olur ki, yəni elə sual ola bilər ki, cavabı tapmaq olur. Məsələn, absurd bir cavab ola bilər. Sınaqların birində vardı, tutaq ki, ağaclardan bitkidən söhbət getmişdi. Cavabın biri bu idi ki, səhv etmirəmsə, OTK sınağında idi. Bitkilər də heyvanlar kimi gəzə bilir. Yəni cavabın birində bu idi. Amma dinləmə gəlmədən siz bilirsiniz ki, bitkilər hərəkət eləmir, onun üstündən xətt çəkə bilirsiniz. Yəni bu da bir çıxış yoludur, belə deyim. Yəni bunlar əksəriyyəti mən sizə dediklərim imtahan ərzində edə biləcəyiniz ən yaxşı bir şeylərdir. Yəni imtahandan hələ sizin aylarınız, illəriniz varsa, təbii ki, listeninginizi yaxşı şəkildə inkişaf etdirmək lazımdır. Keçək növbətiyə. Deməli, 7-ci dinləmə barədə anlayışınız yoxdursa, yəni bir vərdişiniz yoxdursa, belə bir şeylər də vardır ki, bəzən rastınıza çıxır ki, listeningi qulaq asmadan, belə deyim, cavabı atmaq, tapmaq və s. Yəni çalışın ki, bu şeylərə çox getməyin. Əgər imtahana bir çox, belə deyim, vaxtınız, günləriniz, aylarınız varsa, çalışın ki, müntəzəm dinləmə eləyəsiniz. Çünki imtahana getdiyiniz zaman yüksək bal yığmaq istəyirsinizsə, dinləmə suallarını yazmaq məcburiyyətindəsiniz. Çünki ən azından 4 sual varsa sizdə, ən azından bir 3-ünü, 2-sini, yəni söhbət, belə deyim, orta və aşağı ingilis dil bazası olandan gedir. Ən azından ən yaxşısını yaza bilərsiniz. Ona görə çalışın ki, dinləmə vərdişi yaradasınız. Dinləmə vərdişi olmadığı zaman listening, yəni qulaq asmamısınızsa, cavabı təxminləmək, yəni bu çox çətin məsələ olur. Buna çox yol vermirik. Keçək növbətiyə, yəni 8-ciyə. Bəzən bir cümləni tutmaq, yəni dinləmə zamanı bir cümləni eşitdinizsə, bu sizə cavab tapmağa çox kömək olur. Niyə bunu dedim və qeyd kimi düşdürmüşsünüz? Çünki dinləmə əksər şagird, abituriyent deyir ki, çətindir, amma ola bilsin dinləmənin bir yerində bir cümləni eşitdiniz və o sual, belə deyim, eşitdiyiniz bir sualın cavabı doğru variantı oldu. İndi sizə bir canlı şəkildə göstərəcəm, yəni dinləmə edərək. Gəlin ikinci suala baxaq. Sualımız nədir? Deməli, nə üçün bu turuz öz adını dəyişdi 1843-də? Gəlin bu hissəni dinləyək. Yəni ümumi mətni dinləməyəcəyik, amma bir dənə bu hissəni sizə bir şey göstərim. In 1843, she changed her name to Sojourner Truth so that she could travel and give speeches about slavery and equal rights. Yəqin ki, eşitdiniz, give speech deyir, about slavery and equal rights deyir, to travel da dedi, yəni A variantını dedi. Bununla mən nə demək istəyirəm? Deməli, yəni dinləmə uzun gəlir, ümumiyyətlə abituriyent dinləmə etməyibsə, heç dinləməyə baxmaq istəmir. Amma unutmayın ki, cümlənin bir yerində, listeningin bir yerində bəlkə də siz tərcümə edə bilmişsinizsə, bəlkə tərcüməniz yaxşıdır, dinləməniz pis ola bilər, yəni etməmiş ola bilərsiniz dinləmə indiyə qədər. Yəni, mətnin bir yerində sizin bu sualın cavabı vardır. Bəlkə də elə şansınız gətirəcək, ora tuş gələcək. Ona görə, yəni bilmirəm, etmirəm, söhbəti etmirik. İmtahanda çalışın ki, ən azından ən yaxşısını etməyə çalışın. Çünki siz diqqətli olduğunuz zaman onu yaxşı yazmış olacaqsınız. Keçək növbətiyə. Məncə 8-ci bitdi, qaldı 9-cu və ən əsası, ən vacibi. Bu ən önəmlisidir. Çalışın ki, əhval-ruhiyyəniz, motivasiyanız tam yüksək olsun. Çünki təcrübələr də göstərir ki, yəni yaşadığımız zamanda da bunu siz də görmüşsünüzdür.
Əhval-ruhiyyəniz aşağı olduğu zaman, o mood deyirik, o əhval-ruhiyyə aşağı olduğu zaman listening suallarını yazmaq olsun, imtahanda iştirak eləmək olsun, bunlar qətiyyən yaxşı olmur. Nəticə hətta bacaracağınızın da aşağısında gəlir. Ona görə də yüksək əhval-ruhiyyədə gedin, hər şeyin yaxşı olacağına inanın. Çünki bilin ki, getsəniz, alınmasa belə sizin edib biləcəyiniz heç bir şey yoxdur. Siz yüksək motivasiyadan gedin, əldən gələn ən yaxşısını etməyə çalışın. İmtahana irəlidə zamanınız varsa, bilin ki, zaman dayanmır, zaman uçur, yaxşı bir sistemli vaxt ayırın, düzənli vaxt ayırın, imtahanlara yaxşı-yaxşı çalışın. Nəticənin nə olmağından asılı olmayaraq, necə olmağından asılı olmayaraq, bilin ki, həyat davam edir və hər şey sizin üçün irəlidədir. Bunu yaddan çıxarmırıq. Sizin üçün 2 vacib bir şey də göstərim. Yəqin ki, məlumatınız var. Yenə də mən demiş olum. Kanalın oynatma listələri sizdə bu mahnı siyahları ola bilər. Yəqin ki, burada abituriyentlər üçün faydalı və önəmli deyə bir mahnı siyahları bölməsi, yəni oynatma listəsi açmışam. Burada sizlər üçün faydalı videoları var. Yəni sizə lazım olanları seçib götürə bilərsiniz. Yuxarıdakı sizlər üçün bütün abituriyentlərə yararlıdır. Yəni sınaqlar falan ayrıca yığmışam. Bu həm dinləmədir, həm yazı işini yazma qaydasıdır, readingdən bağlı məsləhət tövsiyələr var və s. Bunlar sizə çox faydalı olacaqdır. Bir, bunu unutmazsınız. Mütləq imtahana yaxın, imtahan ərəfəsi baxmağa çalışın. Bir də postlar, ictimai post, yəni göndərilər bölməsində sizlər üçün faydalı testlər var. Bunlarla müntəzəm həm buraxılış tipində sınaqlar olur, həm lüğət tipində. Burada da olur, Telegram kanalında da olur faydalı lüğət testləri, quizləri. Onları müntəzəm işləməyi unutmayın, çünki faydalıdır və əldən gələnin ən yaxşısını etməyə çalışırıq. Faydalı oldusa, abunə deyilsinizsə kanala abunə olmağı unutmayın və yoldaşlarınızın da faydalanması üçün videonu yoldaşlarınızla paylaşmağı unutmayın. Özünüzdən müğayət olun, özünüzə yaxşı baxın.